İmtahana qədər hər gün bir sual izah edirik. Part 7. Bugün uşaqlar 65-ci sual həllini verəcəm. Bir dövrədəki ampermetrin göstərişin I1-i verim nə qədər? 15 milliamper. Yəni milli nə qədər neçə deməkdir? 10 üstü mənfi 3 deməkdir. Yəni 15 vurulsun 10 üstü mənfi 3 amper mənasına gəlir. Mənbəyin gərginliklərini dəyişmədən gərginlikləri U nədir? Konst verib. Qütblərin yerini dəyişdirdikdə ampermetrin göstərişi nəyə bərabər olar? Rezistor verib. Müqamətlərini, yəni qiymətlərini verib. İndi baxıram, cəryan hardan hara doğru gedir? Cəryan bax bu ampermetrdən keçir, yuxarı. Bax bu istiqamətdə gəlib keçir. Bu bizim birinci cəryanımızın. Cəryan birinci hissəsinin yoludur. Biri də gəlir yuxarıdan keçir. Bax belə düşür aşağı, gəlir bu tərəfə. İndi yuxarı keçən cəryan buradan cəryan keçməyəcək. Yəni bu R1-in müqavimətin birinci halda siz nəzərə almayacaqsınız. Nəyə görə nəzərə almayacaqsınız? Çünki biz bilirik ki, cəryan mənbəyinin müsbət qütbünə və mənfi qütbünə yarım keçirici diod necə qoşulur? Cəryan mənbəyinin müsbət qütbünə bax bu iki tərəfi olan hissə qoşulmalıdır. Mənfi tərəfinə isə bax bir dənə olan hissəsi qoşulmalıdır. Yəni bu hissə. Yəni belə desə bura P-dir, bura N-dir. Yəni P müsbətə, N isə mənfiyə qoşulmalıdır. Bu halda keçid olur, düz keçid və oradan cəryan keçir. Yəni bu hissədən birinci halda cəryan keçməyəcək. O zaman gəlin biz U gərginliğini tapaq ki, görə U gərginliyi nəyə bərabərdir? Deməli, I bərabərdir. U bölünsün. İndi müqamətlərə baxsaq, bir də onu da təyin eləyək. Burada müqamət, baxıram ki, hər müqamət bir-birinə paralel qoşulduğu üçün bizə paralel birləşmədə ümumi müqamət tapmalıyıq. Paralel birləşmədə ümumi müqamət nəyə bərabər olmalı? 1 bölünsün R ümumi bərabərdir 1 bölünsün R1, üstə gəlinsin 1 bölünsün R2. Yəni 1 bölünsün R ümumi bərabərdir. R1-in qiyməti, R1 daha doğrusu yox, R2 və R3-ə baxmalıyıq. 1 bölünsün R2-nin qiyməti 20, üstə gəlsin 1 bölünsün 80. Bunlar da ortaq məxrəc eləyir 80 özü. 20-yə düşür 4 dəfə, 80-ə düşür 1 dəfə. Yəni 4-ün də üstə 1 gələndə eləcək 5. Yəni burada R-ümmin də nəyə bərabər olmuş olacaq? 80 bölünsün 5-ə. O da bərabərdir. Eləyir 16 ohm. Deməli, bu müqamət nəyə bərabərdir? 16 ohma bərabərdir. I bərabərdir U bölünsün R-ə. Buradan U-nu tapsam, U bərabərdir I vurulsun R. U bərabərdir. I-nin qiyməti vermişdi bizə 15 vurulsun 10 üstün mənfi 3. Onu da vuracam R-in qiymətinə 16-ya. Cavab bərabərdir. Bərabərdir. 240 vurulsun 10 üstü mənfi 3 volta. Digər tərəfdən deyir, mənbəyin qütblərini dəyişirik. İndi mənbəylərin qütblərini dəyişək. Görək onda o zaman necə olacaq? Sanki mənbəyin bu qütbü olacaq artıq mənfi. Bu qütbü olacaq isə əksinə müsbət. O zaman cəryan bu istiqamətdə axacaq. Baxın, cəryan belə axacaq. Bir dəqiqə axıra qədər çəkməyim, elə üzərində göstərim. Buradan o zaman uşaqlar cəryan keçməyəcək. Niyə görə keçməyəcək? Bayaq qeyd elədim, bax bu şərtə görə. Cəryan mənbəyinin bu mənfi qütbü cəryan mənbəyinin bu müsbət qütbünə qoşulmuş oldu. Yəni bu hissədən artıq cəryan keçməyəcək. Ona görə deyirik ki, bu cəryan getdi sıfıra. Digər tərəfdən baxsam, bu R2 rezistorundan keçir və R1 rezistorundan keçir. O dövrəyə düzgün qoşulur. O zaman I nəyə bərabər olacaq? I bərabər olacaq U bölünsün R-ə, R-ümmiyə. İndi R-ümmi müqamət tapaq. R-ümmi müqamət bərabərdir. Bir dəqiqə, bir də bunlar bu rezistorla yenə bir-birinə paralel qoşuldu. Yəni 1 bölünsün R-ümmi bərabərdir. 1 bölünsün yenə R1, üstə gəlsin 1 bölünsün R2. 1 bölünsün R-ümmi bərabərdir. R1-in qiyməti nə qədər uşaqlar şərtdə verib 30. Üstə gəlsin ikincinin qiyməti, yəni 20. Bunlar da ortaq məxrəc eləyir 60. 30-a düşür 2 dəfə. 20-yə düşür 3 dəfə. Yəni 2-nin də üst gəlində 5. 60-ı da buradan R-ümmi də bərabərdir. 60 bölünsün 5. Bu da bərabərdir neçəyə? 12 ohma. İndi bizə ikinci cəryan şiddətin qiymətini soruşduğu üçün I2 nəyə bərabər olacaq? U bölünsün R-ümmi. U-nun qiyməti dəyişməyəcək çünki paraleldir. U konstdur. U-nun qiyməti əvvəl necə tapdıq? 240 vurulsun 10 üstü mənfi 3 idi. R-in qiyməti oldu nə qədər? 12. Buradan da I2 bərabərdir. 12 ilə 240 çıxara geçəcək. Neçə dəfə düşəcək?
20 vurulsun 10 üstü mənfi 3 və yaxud da 2 vurulsun 10 üstü mənfi 2. İndi milli amperlə deyilmişdi cavabı. Ona görə elə birbaşa yazalım biz onu. Yəni cavab eləyəcək 20 milli amper.